Salam, hər vaxtınız xeyir olsun. Bugün mayasız, sadəcə qaynar suyla hazırlanan xırçıltılı piraşki resepti bölüşürəm. Tavaya 1 xörək qaşığı kərə yağı, 300 qram qiymə, 2 ədəd ət maşından keçirilmiş soğan əlavə edib qovururam. Üzərinə zövqə görə tuz əlavə edib qarışdırıb ocağın üzərindən götürürəm. Xəmir hazırlayıram. 1 xörək qaşığı mayonezin üzərinə 300 ml qaynar su əlavə edib qarışdırıram. 4 stəkan un, 1 çay qaşığı duz, 1 paket qabartma tozu əlavə edib xəmir hazırlayıram. Ondan ona hər zaman fərqlilik olduğuna görə suyu çox və ya az apara bilər. Burada biraz diqqətli olmaq lazımdır. Xəmir bərk olsa üzərinə biraz da qaynar su əlavə edə bilərsiniz və yaxud da yumuşaq xəmir olsa biraz un əlavə edib yenidən yoğura bilərsiniz. Xəmiri masanın üzərində də yoğurdum. Bu cür gözəl, elastik bir xəmir alınır. Bu xəmiri 18-20 ədəd kündəyə ayırıram. Kündələr hazır olduqdan sonra unladığım taxtanın üzərinə yığıb, üzərini də paketlə örtürəm ki, mən hazırlayarkən digər kündələrin üzəri qurumasın. Kündəni unlayıb 10-15 santimlik böyüklüyündə yayıram. Nə xəmiri hazırlayıb dinləndirdim, nə də kündələri hazırlayıb dinləndirirəm. Çox gözəl, elastik bir xəmir olduğu üçün yoğurub kündələrə ayırıb hazırlayıram. Bu böyüklükdə xəmiri yaydım. Üzərinə də içlikdən əlavə edirəm. Gördüyünüz şəkildə qatlayıb bükürəm. Bütün kündələri hazırlayıb masanın üzərinə düzürəm. Bütün kündələri hazırladıktan sonra yağı sidirəm, bitki yağı. Tam isindikdən sonra başlayıram piraşkiləri qızartmağa. Nə gür ocaqda qızartmıram, üzəri tez qızarıb, içi çiğ qalmasın, nə də vam ocaqda qızartmıram ki, bütün yağı xəmir canına çəksin. Orta ocaqda bir gözəl qızardıram. Bütün piraşkiləri qızartdım və budur, hazır şəklinə də baxa bilərsiniz. Üzəri xırçıltılı, içərisi yumuşaq, çox dadlıdır. Resepti bəyəndinizsə hazırlayıb yoxlayın. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.